Bismillah. Bürclərin 28 aprel üçün ən dəqiq ümumi proqnozu və pul enerjisi belədir. Qoç, enerjin yüksəkdir, amma tələskənlik zərər verə bilər. Pul məsələsində risk etmə, gözlə. Buğa, çox güclü gündür. Maddi baxımdan artım və gözlənilməz qazanc mümkündür. Əkizlər, yeni tanışlıqlar və ideyalar pul gətirə bilər. Aktiv ol, amma diqqətli seçim et. Xərçəng, daxili hisslərin səni doğru istiqamətə aparacaq. Pulda sabitlik var, amma qorumağa çalış. Şir, diqqət mərkəzində olacaqsan. Maddi fürsət var, amma düzgün qərar vacibdir. Qız, planlı hərəkət sənə qazanc gətirəcək. Kiçik, amma ardıcıl gəlir mümkündür. Tərəzi, bugün maliyyədə qarışıqlıq ola bilər. Başqalarına güvənərək qərar vermə. Əqrəb, pul enerjin açılır. Gözlədiyin bir xəbər və ya qazanc gələ bilər. Oxatan, xərclər arta bilər. Lazımsız alışlardan uzaq durmaq lazımdır. Oğlaq, zəhmətinin bəhrəsini görürsən. Maliyyədə yüksəliş hiss olunacaq. Dolça, gözlənilməz hadisələr var. Pulda həm risk, həm fürsət mövcuddur. Balıq, duyğusal yanaşma səhv qərarlara gətirə bilər. Realist düşün, realist ol, plan qur. Günün pulda ən şanslı bürcləri Buğa, Əqrəb, Oğlaq. Bu bürclər üçün pul axını və şans maksimum səviyyədədir. Günün pulda ən gərgin bürcləri Qoç, Tərəzi, Dolça. Maddi risklər, gözlənilməz itkilər və səhv addımlar mümkündür.